Hər günə bir vlog seriyama xoş gəlmisiniz. Səhər YouTube'dakı keşfetimdə gördüm ki, Georgina'nın pişirdiyi kartoşkalı omlet var və mən də ona oxşar bir şey hazırlamaq qərarı aldım. Georgina'nı tanımayanlar üçün deyim ki, futbolçu Ronaldo'nun arvadıdır. Yaxşı, arvadı biraz kabus səslənir, gələn deyək həyat yoldaşıdır. Biraz qeybət kimi səslənəcəm, amma düzünü desəm mən Georgina'dansa Irina Shayka Ronaldo'nun yanına daha çox yaraşdırırdım. Onun hazırladığı kartoşkalı omletdə o kartoşkaları əvvəlcə qızardıb, sonra püre halına gətirib, soğan və yumurta ilə birləşdirib o formada qızardırdı. Amma düzünü desəm mən bu metodla qızartmağı daha doğru buluram və soğan istifadə eləməyi çox sevmədiyim üçün mən soğansız eləyirəm. Məncə soğansız daha yaxşı alınır bu arada. Soğanlı da eləmişdim. Əsas məsələ omleti parçalamadan çıxartmaq idi ki, mən bunu bacardım. Özümdən fəxr eləyirəm buna görə. Sonra yürüyüşə çıxıram çölə. Maksimal dərəcədə yolumu otların, ağacların arasından salıram. Keçən dəfə danışanda dedim, ağaclar çox qısadılar, balacadılar. Tam olaraq onları nəzərdə tuturdum. Türkçə ona fidan deyirlər. Bizim dildə deyəsən şəkil deyirlər, hə? Yoxsa şəkil. Ağac şəkili, yoxsa şəkili. Neysə, tam bilmədim, ChatGPT-yə yazıb baxaram. Burada sizə məktəbimin yollarından keçirdirdim. Ən çox gəldiyimiz market Sərxan marketi idi o vaxtı. Burada isə Xəzər Universitetini görürsünüz. Uzun müddət istəyirəm ki, dırnaqlarımı özüm eləməyə başlayıb. Buna görə salon mallarından gəlib bir şeylər almaq istəyirdim, amma son anda vaz keçdim. Getdim özümə ring lightla iPhone 13 Pro üçün case aldım. Çünki 13 Pro'nun case'lərini heç yerdən tapa bilmirəm. Hazır endirimdəykən birini alım dedim. Bu arada case'i çox bəyəndim. İşıq da çox qəşəng parıldayır. Belə. Sağ olun, salamat qalın.